Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Əziz müsəlman bacı və qardaşlar, hər birinizi Səhifə-i Səccadiyyə mövzusunda 9-cu dərsimizdə xoş gördük. Bu vaxta qədər 8 dərsimizdə birinci duanın təqribən ondan çox fəqərələrini siz əzizlər üçün izah verib şərh elədik. İndi isə ardıcan davam edirik. İmam Səccad əleyhissalam buyurur ki, Həmdən yudi'u lənə bihi zulümətil bərzəx və yusəhhilu aleyna bihi səbiləl məb'əs və yuşərrifu bihi mənazilənə ində məvaqifil əşhad. Buyurur, bərzəxin qaranlıqlarına, zülmətlərini bizim üçün nurlandıran həmd. Sonra buyurur, qiyamətə doğru gedən yolu bizim üçün asanlaşdıran həmd. Və həmçinin buyurur, o dünyada, o qiyamət gününün şahidlərinin yanında məqamımızı ucaldan həmd. Ardınca buyurur, yəvmə tuczə kullu nəfsin bimə kəsəbət və hum lə yuzləmun. Yəvmə la yuğni məvlə an məvlə şeyən və la hum yunsarun. Hər kəsin mürtəkib olduğunun mükafatının aldığı gün, həmin gün onlara zülm olunmaz. Yəni kimsə xeyir iş görübsə, onun müqabilin aldığı zaman və yaxud da kimsə şər iş görübsə, onun müqabilin cəzasını aldığı zaman da heç kəsə zülm olunmaz. O gün heç bir dost öz dostundan çəkdiyi əzabları aradan qaldıra bilməyəcək və günahkarlara heç bir kəs yardım edə bilməyəcək. Burada İmam Səccad əleyhissalam bərzəx mövzusu ilə duaya davam edir. Ümumiyyətlə, bərzəx nə deməkdir? Bərzəx fasilə deməkdir. Yəni, iki şey arasında olan məsafə, iki yer arasında, məkan arasında olan bir məsafəyə bərzəx deyilir. Burada isə dində bərzəx qiyamət günü ilə, yəni cənnət və cəhənnəmdən, o dünya ilə bu dünya arasındakı olan fasiləyə deyilir bərzəx. Yəni, bəlli məsələdir ki, qiyamət səhnəsi olana qədər cənnət və cəhənnəmə heç kim daxil olmur. Lakin bərzəx adlı bir məkanda cənnət əhli cənnət bərzəxinə gedir, cəhənnəm əhli cəhənnəm bərzəxinə gedir. Yəni, bir növ loru dillə desək, gözləmə zamanıdır, gözləmə məkanıdır, həmin bərzəx. Necə ki, həmçinin Quran-ı Kərimdə də Allah Taala buyurur ki, Mərəcəl bəhrəyni yəltəqiyən. Mübarək Ər-Rəhman surəsində Allah Taala buyurur ki, Allah Taala iki dənizi bir-birinə qovuşdurdu. Bəynəhumə bərzəxun. Onlar arasında bərzəx qərar verdi, yəni fasilə qərar verdi. Lə yəbğiyən. Onlar qarışmırlar, bir-birlərinə qarışmırlar. Bərzəxin zülməti, zülmətləri, qaranlıqları dedikdə isə İmam Səccad əleyhissalam Misranın özündə izah verir, buyurur. Burada İmam Səccad əleyhissalam bərzəx qaranlıqları dedikdə, yəni qiyamət gününün çətinliklərini, yəni necə ki, həmd eləmək qiyamət gününün gedən yolun çətinliklərini bizim üçün rahatlaşdırır. Yəni, deməli, qiyamət gününün yolu çətinliklərdən ibarətdir. Bərzəx qaranlıqları dedikdə, yəni qiyamətə gedən yolun çətinlikləri, o dünyada axirət şahidlərinin yanında insanın məqamının aşağı olmağı və insanların bu dünyada etdiyi zülümlərin müqabilində çəkdiyi əziyyətlər, əzablar və həmçinin İmam Səccad əleyhissalamın buyurduğuna görə bu dünyada etdiyimiz həmd o dünyada şahidlərin yanında, yəni qiyamət şahidlərinin yanında məqamı ucaldır. Şahidlər nə deməkdir? Yəni qiyamət gününün şahidləri dedikdə kimlər nəzərdə tutulur? Bu barədə də müxtəlif
versiyalar vardır, müxtəlif fikirlər vardır. Bəzi alimlər buyururlar ki, qiyamət şahidləri, axirət şahidləri dedikdə mələklər nəzərdə tutulur, salih şəxsiyyətlər, möminlər nəzərdə tutulur, alimlər nəzərdə tutulur. Lakin mühüm fikirlərdən biri imamların olduğu qeyd olunur. Yəni qiyamət günü şahidləri dedikdə, yəni ümumilikdə 14 məsum əleyhissalam nəzərdə tutulur. Necə ki, mübarək Tövbə surəsinin 105-ci ayəsində Allah Taala buyurur ki, Əuzu billahi minəşşeytanirracim və qul i'məlu. Buyurur ki, istədiyinizi edin. Yəni istədiyiniz əməl edin. Fəsəyərəllahu əmələkum və rasuləhu vəl-müminun. Buyurur ki, Allah, Rəsulu və möminlər sizin əməllərinizin şahidləridir. Sizin əməllərinizi seyr edirlər, görürlər. Bir çox təfsir alimləri, təfsirçilər, istər sünni olsun, istər şii olsun, burada möminlər deyəndə imamları nəzərdə tutublar. Yəni təfsir eləyən zaman imamların olduğunu, burada möminlərin, yəni imamlar olduğunu qeyd edirlər. Duanın bu hissəsində İmam Səccad əleyhissalam ki buyurur: "Yevmə tuczə kullu nəfsin bima kəsəbət və hum la yuzlamun." Yəni qiyamət günündə hər bir nəfs ki qazandığı o cəzanı, mükafatı əldə eləyər. Yəni bu dünyadakı əməllərinin müqabilində ki, bu qiyamət günündə onun müqabilində istər kim xeyir iş görübsə xeyir mükafatla, xeyir müqabillə qarşılacağı və kim zülm iş görübsə, kim fəsad, şər iş görübsə əzabla qarşılacağı gün heç kəsə zülm olunmaz. Və hum la yuzlamun. Onlara zülm olunmaz. Hər kəs etdiyi əməlin müqabilində cəza və yaxud da ki, yəni mükafat qazanacaqdır. Aydın məsələdir ki, bu aləmin gedişatı onu göstərir ki, haqq və ədalət əsasında xəlq olunan bu aləmdə hər kəs ki, ilahi ədalətə riayət eləyibdir, Allahın buyurduqlarına riayət eləyibdir, dünyəvi və uxrəvi səadətə nail olublar. Bu tarix boyu görsənibdir və hər kim ki, ilahi ədalətin müqabilində dayanır, Allahın əmrləri müqabilində dayanır, onun xar və zəlil olduğunu biz görərik. Tarix boyu da belə olubdur. Edilən savab əməllərin və yaxud da ki, edilən günah əməllərin qarşılığını almaq, müqabilini almaq yaradılışın dəyişilməz qanunudur. Mübarək Zəlzələ surəsində Allah Taala buyurur: Əuzu billahi minəşşeytanirracim. Fəmən ya'məl misqalə zərrətin xayran yarah və mən ya'məl misqalə zərrətin şərran yarah. Kim zərrə qədər xeyir iş görsə, mütləq qarşılığını görəcək. Kim zərrə qədər şər iş görsə, mütləq onun qarşılığını görəcək. O dünyada insanın məqamı, cəzası, mükafatı ümumiyyətlə ona olunan rəftarın necəliyi etdiyi əməllərə bağlıdır. Bu sətirdə İmam Səccad əleyhissalam nəfs deyir. Yəni hər bir nəfs olaraq deyir, buyurur. Yəni nəfs nə deməkdir? Nəfs insanın həqiqəti deməkdir. Allah Taala buyurur ki, mən ona öz ruhumdan üfürdüm. Bu ruh deyən, nəfs deyəndə yəni bu ruh nəzərdə tutulur. Yəni insanın əslin təşkil eləyir, həqiqətin təşkil eləyir. Ruh bu bədəndən çıxandan sonra bu bədəni neynirlər? Dəfn edirlər. Lakin ruh əbədi olaraq yaşayır. Diqqət eləsək, insan 5 yaşında da olanda mən deyir. 20 yaşında da olanda mən deyir. 30 yaşında da, 50 yaşında da, 60 yaşında da mən olaraq istifadə eləyir. Mən həmin o ruha işarədir, həmin o nəfsə işarədir ki, heç bir zaman dəyişilmir. İnsan
bu ruh bədəndən çıxandan sonra da o yerdə qalana demirlər ki, bu filan kəsdir. Deyirlər ki, bu cəsəddir. Bu artıq cəsəddir. Deyirlər ki, cəsədi dəfn eləyin. Ardınca İmam Səccad əleyhissalam buyurur: Həmdən yərtəfi'u minnə ilə ə'la illiyyin fi kitabin mərqum yəşhəduhul müqarrabun. Buyurur, Allahın müqərrəb mələklərinin şəhadət verdiyi və yaxşıların yaxşı əməllərinin qeyd olunduğu əməl dəftəri həmd olsun ki, bizdən əla illiyinə gedir. İlliyin nə deməkdir? Burada iki dənə məsələ vardır. Birinci budur ki, illiyin nədir? İkinci budur ki, burada illiyin cəm formada gəlibdir. İmam Səccad əleyhissalam burada cəm halda işlədibdir illiyin kəlməsini. Duanın bu, təbii ki, bu misradan, elə misranın özündən aydın olur ki, anlaşılır ki, burada illiyin deyəndə möminlərin əməl dəftərinin saxlandığı bir məkan, bir yer, uca bir məqam nəzərdə tutulur. İlliyin burada qeyd elədiyimiz kimi cəm formada gətiribdir İmam Səccad əleyhissalam. Bu ona işarədir ki, İmam burada bu məqamın nə dərəcədə, möminlərin nə dərəcədə izzətə, əzəmətə və necə bir hörmətə malik olduğunu bəyan eləyir İmam Səccad əleyhissalam. Necə ki, bundan qabaqki fəqərədə bərzəxin zülmətləri olaraq orada da zülməti cəm halda gətirmişdir. Yəni, burada isə zülməti cəm halda gətirməyinin səbəbi isə həmin zülmətin necə bir vahiməli, necə bir əzəmətli, yəni qorxulu olduğunu bəyan eləyir İmam Səccad əleyhissalam. Həmçinin Həzrət Rəsulullah sallallahu aleyhi və səlləm mübarək hədislərinin birində illiyinin nə olduğunu müəyyən qədər bizə başa salır. Peyğəmbər sallallahu aleyhi buyurur ki, illiyin göyün 7 qat ucalığında və ərşin altındadır. Həmçinin İmam Səccad əleyhissalam buyurur ki, həmdən təqarru bihi uyununa izə bəriqatil əbəsar və təbəyyədu bihi vücuhuna izə əsvəddətil əbəşar. Buyurur ki, qiyamət günü, yəni bu həmd, bizim bu dünyada etdiyimiz həmd, qiyamət günü gözlər bərələ qalan zaman bizim gözlərimizi, üzlər qaralan zaman isə üzlərimizi nurlandırar. Həmçinin İmam Səccad əleyhissalam ardınca buyurur ki, həmdən nu'təqu bihi min əlimi nərillahi ilə kərimi civarilləh. Buyurur ki, bu həmd, yəni bu həmdin nuru bizi ilahi əzabdan, yəni Allahın əzabından, Allahın belə desək qəzəbindən, əzabından Allahın kərəminə doğru aparır. Kərəminin sayəsinə doğru aparır. Yəni, əzizlər, etdiyimiz həmdlər hər zaman Allah qatında bizim başımızı ucaldır. Yəni, Allah Taala həmd edən bəndəsini çox sevir. Bu dünyada insanın başına gələn istənilən bəlalar, istənilən müsibətlər və yaxud da ki, istənilən xeyir bir işlər, müsbət hadisələrin hər birinə həmd eləmək insanın Allah qatındakı məqamını artırır və həmçinin insanlar yanında da Allah Taala həmin bəndələrini izzətli və ehtiramlı, hörmətli qərar verir. Allah Taala bizi həqiqi həmd edən bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.